Bugün artıq 2 ildən çoxdur ki, Toplum TV əməkdaşları da daxil olmaqla Azərbaycanda 30-a yaxın jurnalist Milli Peşə Bayramını dəmir barmaqlıqlar arxasında qeyd edir. Milli Mətbuat Gününün 151-ci ildönümü Həsən bəy Zərdabinin öz sözləri ilə desək, başı bəlalar çəkmiş xalqın informasiya əldə etmə hüququnun getdikcə aşındığı bir dövrə təsadüf edir. Sitat. Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı. İllər əvvəl media eksperti Toplum TV-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədli Zərdabini belə yad etmişdi. 143 il öncə Həsən bəy Zərdabi evini satıb mətbuat qurdu. İndi bir çoxu mətbuatı satıb ev qurur. Həqiqi Zərdabi yolunda olan qələm əhlini təbrik edirəm. Ölkədəki media fəaliyyətini jurnalistikanın imitasiyası adlandıran siyasi şərhçi Aliyə Yaqublu dövlət tərəfindən tez-tez keçirilən media təlimlərini hakimiyyət ətrafında daha sıx birləşmək vasitəsi hesab edir və belə bir jurnalistikanın gələcək perspektivinin olmamasından gileylənir. Baş verən elə bir hadisə yoxdur ki, media adına deyəsən ki, heç olmasa nəyisə biraz yaxşılaşdırmağa çalışırlar. Bir balaca da olsa klassik jurnalistikaya, professional jurnalistikaya oxşayan bir şeylər ortaya çıxartmağa çalışırlar. Bu yoxdur, buna heç cəhd olunmur. Tam tərsi baş verir. Əvvəl müstəqil platformalarda, müstəqil QHT-lərdə keçilən təlimlərdə jurnalistika öyrədilirsə gənc nəslə, indi bu estafeti hakimiyyət ələ keçirib, QHT-ləri, vətəndaş cəmiyyətini, bu təlimləri keçən qurumları ləğv eləyəndən, daha doğrusu məhv eləyəndən sonra bu estafeti ələ keçirdib və gah APA jurnalist təlimləri keçir, gah Report jurnalist təlimləri keçir. Hansılar ki, dediyim kimi jurnalistika ilə qətiyyən məşğul deyirlər. Hətta iş o yerə çatıb ki, artıq ASAM xidməti də jurnalistika təlimi keçir. Azərbaycanda media azadlığının vəziyyəti Beynəlxalq İnsan Haqları Media Azadlığı Təşkilatları tərəfindən də tənqid edilir. Freedom House İnsan Hüquqları Təşkilatının 2025-ci il hesabatında Azərbaycan siyasi hüquqlara görə 0, vətəndaş azadlıqlarına görə isə 7 bal toplayaraq azad olmayan ölkələr sırasında qərarlaşıb. Jurnalistlərin Müdafiə Komitəsi isə bildirir ki, Azərbaycanda həbsdə olan jurnalistlərin sayı indiyədək görünməmiş həddə çatıb. Sərhədsiz Reportyorlar Beynəlxalq Mətbuat Azadlığı Təşkilatının illik son hesabatında deyilir ki, Azərbaycan Mətbuat Azadlığı indeksində 180 ölkə arasında 171-ci yeri tutub. Azərbaycanda milli media ənənəsinin qırıldığını deyən Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid bunun gələcəkdə təkcə mediaya deyil, eyni zamanda ədəbiyyata verə biləcəyi zərərdən danışır. Uzun müddət belə ola bilməz. Uzun müddət belə olsa, onda Azərbaycanda ümumiyyətlə yalnız medianın deyil, biz ədəbiyyatın böhranından və süqutundan danışmaq olacağıq. Bir ölkədə media yoxdursa, dil faktoru artıq arxa plana atılır, sıradan çıxır. Bu da çox ciddi fəsadlardan biri ola bilər. Torpaq başıma tökülür, qum başıma tökülür. Kəndə dərəcədə evimizə girir. Bəs nə etməli? Redaktor çıxış yolunu vətəndaşların entuziazmında görür. O hesab edir ki, vətəndaş jurnalistikasının imkanları texniki baxımdan da olsa bu vərdişlərin itməməsində əhəmiyyətli rol oynaya bilər. Lakin bütün maneələrə rəğmən Azərbaycan jurnalistikası hələ də əkinçinin miras qoyduğu ənənələrlə örtülən pəncərələrdən özünə nəfəslik tapır. Həbsdə olan jurnalistlərin yazdığı məqalələr, paylaşdığı hekayələr və aldığı müsahibələr də buna nümunədir. Elə sözün, ifadə azadlığının sonsuz gücünə inanan və çar dövrünün bütün senzuralarına baxmayaraq öz dilində qəzet çap etməyə nail olmuş ziyalı Həsən bəy Zərdabi də maneələrdən danışarkən inamla deyirdi. Sitat. Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir. Habelə söz də ələlxüsus doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər.